Azərbaycanda manata, dollara, avroya müəyyən edilən əmanət faizləri fərqlidir. Bu da istər-istəməz vətəndaşları seçim qarşısında qoyur. Yəni az faizlə xarici valyutada banka pul yerləşdirmək yoxsa yüksək faizlə manatla əmanət. Global Info azad danışan iqtisadçı Əkrəm Həsənov bildirib ki, əmanətlərin sığortalanması fondunun müəyyən etdiyi sığorta məbləği faiz dərəcəsi var. Milli valyutada əmanətlər 12% örtməməlidir. Yəni bu hədd keçiləndə əmanətlər sığortalanmır. Xarici valyutada isə bu rəqəm 2,5%-dir. Əgər qoyulan dərəcəyə əməl olunmasa, sabah band bağlananda müflis olanda əmanətlərin sığortalanması fondu həmin vəsaitləri kompensasiya etmir. Həmçinin milli valyutada əmanətə daha çox faizin müəyyən edilməsi dövlətin siyasətidir. Biz valyutamızı qorumalıyıq. Ümumiyyətlə, bir sıra ölkələrdə xarici valyutada əmanətin sığortası yoxdur. Yəni onlar vəsaitlərin milli valyutada qoyulmasını tələb edirlər. İqtisadçı qeyd edib ki, son zamanlar Azərbaycanda xarici valyutada əmanət faizləri bir qədər artıb. Banklar artıq sığortalama həddindən də yuxarı faiz dərəcəsi ilə əmanətləri qəbul edirlər. Valyuta seçimi məsələsinə gəldikdə, əlbəttə ilk baxışdan manatla əmanət yerləşdirmək daha səhvəlidir. Çünki faiz dərəcəsi daha yüksəkdir. Ancaq nəzərə almaq lazımdır ki, milli valyutanın devalvasiya təhlükəsi var və belə gözləntilərə görə insanlar da qorxur. Bu baxımdan qərarlar individualdır. Kimsə manatın xeyli müddət sabit qalacağına inanırsa, əmanətləri bu valyutada yerləşdirir. Ancaq inanmayanlar vəsaitlərini az faizlə xarici valyutada banka əmanət edir.